dini bir elmi məsələdən söhbət açılanda bir insandır, yarım ildir, bir il İslamdadır, deyir ki, mən təqlidçi deyiləm. O söz ki var, o simptomdur, əlamətdir ki, o xəstədir o adam. Niyə? Özünü tanımır ki, özü barəsində deyir ki, mən təqlidçi deyiləm. Təqlidçi olmayan adam alimdir, elm tələbəsidir. Özün özünə deyirsən ki, mən təqlidçi deyiləm. Tanımırsan da özü bilmirsən ki, özünə elə bir hökm verirsən ki, mən təqlidçi deyiləm. Təqlidçi olmayan adam Quran və sünnətdən elm öyrənən adamdır. Şəriətin kökünü, usulunu bilən, hansı elmin hansı qapıdan açılır, hardan baxılır, hardan öyrənir, bilən insandır. Sən də o adam deyirsən. Soruşsam, ərəb dili bilirsən, deyəsən, yox. Şəriət təhsil eləmirsən, yox. Usul təfsir elmi nədir? Qurana yanaşanda lazımdır, bilirsən, yox. Hansı fıqh oxuyursan, bilmir. Şəriətdə elə ibtidai şeylər var ki, onlardan xəbəri yoxdur adamın. Və buna rəğmən deyir ki, mən təqlidçi deyiləm. Buna rəğmən deyir ki, mən təqlidçi deyiləm. Deməli, bu adam artıq o söz görsədir ki, bu azıb, söz də bir-birinə danışır. Əlamətdir bu. Çoxdur bir adam var. Danışan deyir, mən təqlidçi deyiləm. Və dini hardan öyrənsən? Deyir, Quran və sünnətdən. Necə? Açıram, oxuyuram. Nəyi tərcüməni? Tərcüməni hər insan bilmir ki, tərcümə Quran deyil. Ağır deyə bilmir onu. Desən ki, sənin kəbinini kəssək, qonşuda bir İvan var, bir Vova var, onun şahid olar, gətirək şahid olsun, yox, kafirdir. Bəs bu da Allahın sözüdür, Quran. Ziya Bünyadov, Əlxan Musayev kafirdir. Bunlar da şahiddirlər. Səninlə Allahın arasında olan şahidlər kafirlərdir. Nətər deyirsən ki, mən Qurandan öyrənirəm dinimi, sən Quranı çox oxumamısan ki. Bununla da bərabər deyir ki, mən təqlidçi deyiləm. Bu əlamətdir. Bizdə Azərbaycanda olan bu məiqlərin əlamətlərindəndir. Nə qədər istəyirsən, arvadlı kişidir. Ağzına asan kim deyir, mən təqlidçi deyiləm. Söz deyirsən, nəsə deyirsən, bu yanlış fikirdir. Bu dinlə bağlı sənin baxışın yanlış deyir, mən təqlidçi deyiləm. Təqlid nəyə deyilir? Təqlid bir şəriətlə, kitab və sünnətlə öz arana bir müəllim qoymusan, ölü və yaxud da diri. O müəllim sənə öyrədir, sən də ona etimad edirsən, etibar edirsən, dini onun vasitəsilə öyrənərsən. Bu ayıb bir şeydir, yox. Peyğəmbər bütün ümmətin ən birinci müəllimidir. Yuallimuhumul kitaba vel hikmə. Allah təbaraka və teala deyir ki, Muhammed sallallahu aleyhi ve sellem barəsində yuallimukum, sizi öyrədir, müəllimdir yəni. Kitaba vel hikmə, kitabı sünnəti. Peyğəmbər sallallahu aleyhi ve sellemdən sonra dinin müəllimləri, əshab, tabiin və bu günə qədər belə gəlir, zəncir. Necə yazılı zəncirimiz var, sənət Peyğəmbərdən bu günə qədər və həm də canlı zəncirli olan insanlar var. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, Əl-uləmə varasatul ənbiyyə, alimlər Peyğəmbərlərin varisidir. Sən elə dünyavi elmi də öyrənəndə, bir müəllimin yanına gedirsən də, bir nəsə elm öyrənirsən, dünyavi. Misal fizik öyrənmək istəyirsən, riyaziyyat öyrənmək istəyirsən, müəllimin yanına gedirsən də, müəllim öyrədir. Ancaq deyir ki, adam, mən təqlidçi deyirəm, yəni özüm birbaşa kitab və sünnətdən öyrənəm, yalan danışır. Alim, hansı ki, əhliyyəti var, istihad əhlidir, o birbaşa Quran və sünnətdən hökm çıxarda bilir, sən yox. Və bununla da bərabər o təqlidçi olmayan alim kimi deyirsən ki, mən təqlidçi deyirəm. Yəni, heç kimə qulaq atmıram, yalan danışır. Bu, onu görsədir ki, bu adam kimdir? Məiq. Niyə din barəsində əxlaqsız, tərbiyəsiz, həm də aşırı, özünü olmadığı yerə qoyan bir söz deyir. Başqa bir əlamətləri misal üçün deyirlər ki, insanların ağzında çox çiğnənilən sözdür. Deyir, alim zad lazım deyil İslamda. Nə alim? Özünü öyrən. Bu söz həm də dolayısıyla küfürdür. Niyə? Çünki Allah Quran-ı Kərimdə deyir ki, bilmirsə zikirlərinə sual verin. Əgər alim lazım deyilsə, Allah niyə deyir ki, ondan soruşun? Sən də deyirsən, alim lazım deyil. Allah deyir, lazımdır, sən deyirsən, lazım deyil. Allah təbaraka və teala deyir, onların arasında qorxu və yaxud da ümid bir xəbəri gəldikdə, onu yaymamışdan öncə istinbat edə biləcək alimə qayıtsaydılar. O onlar üçün istinbat ictihat deməkdir. Bir hökm çıxarsaydı, onlar da daha xeyirli olardı. Allah deyir, belə xeyirlidir, belə yaxşıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem Səhih Buxarıda deyir ki, İnna Allah la yaqbidu ala ilmə intizəən. Allah elmi insanlardan almır. Elm var həmişə, hüccət, kitab və sünnət.
Velakin yaqbiduhu bi mevtil ulema. Alimin ölümü ilə alır, alimlərin ölümü ilə alır. Hətta izə ləm yəbqa alim olmadıqda İttəxədən nəs rüəsə cühələn. İnsanlar cahilləri özlərinə rəislər edirlər. Fəssuilu fəəftu bi qeyri ilmin dallu və adallu. Həmən o cahil rəislərə də suallar verirlər. Onlar da elimsiz fətvalar verirlər. Özləri də azırlar. Sual verən kəsləri də azdırırlar. Bu Peyğəmbər sallallahu əleyhi və səlləmin sözüdür. İman etməmisən buna. Allah Rəsulu deyir ki, alim lazımdır, alimsiz yaşamayın, cahilə sual verməyin. Alim olmayanda azacaqsınız. Sən də deyirsən ki, alim olmağa ehtiyac yoxdur. Yəni Peyğəmbər yalan danışıb, haşa. Allah yalan deyib. Allah və Rəsulu deyir, alim lazım, sən deyirsən ehtiyac yoxdur. Nə alimmiş? Sapıq şeydansın. Özün öyrən. Bu adam məiqdir, məiq. Yaxşı adlar var idi. Məiq sözü ərəb dilindən bütün tərcümələrinə yığmışam. Sapıq, çobud, axmaq, səfih, qanmaz, tərbiyəsiz və s. və ilə axır. Hamısı aiddir o adama. O ki deyir, alim lazım deyil. Dində alim lazım deyir. Allah və Rəsulu deyir, lazımdır. Deyir, alimə ehtiyac yoxdur. Nə alimi, boş şeydir. Alimlər bizi bu günə qoyub. Sözə bax. Dolayısıyla küfr edir bu sözü deyən adam. Çünki Allah və Rəsulu bunun əhəmiyyətini bildirib. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, səmadakı ulduz nədirsə, yerdəki də alim o ulduz kimidir. Ulduzun xüsusiyyətləri var Qur'an-ı Kərimdə. Allah Subhanahu taala deyir ki, ulduz yolu tapmaqdan ötürüdür. Gecə səhrada gedəndə ulduzlarla yolu təyin edirdilər. Şeytanları yandırmaqdan ötürüdür. Səmanı gözəlləşdirməkdən ötürüdür. Alimlərdə də bu üç xüsusiyyət var ki, Peyğəmbər alimi ulduza bəndədir. Göydəki ulduz şeytanı yandırır, alim də sapıq bidətçiyə, zındığa, rəddiyə verir, şübhəsini çözməyinə yandırır onu, dini qoruyur. Göydəki ulduz qaranlıqda adan karvana yolu göstərən kimi, alim də yerdə adan insana hidayəti göstərir. Ulduz səmanı bəziyir, alim də yeri bəziyir, ümməti bəziyir. Nə ilə? Elmlə, fətva ilə, əxlaqla, ədəblə, öyrətməklə. Peyğəmbər Aleyhissalatu vesselam alimi ona göre ulduza bəndədib ki, ulduzun Quranda olan üç xüsusiyyəti alimdə var. Sən də deyirsən ki, lazım deyir, boş-boş şeylərdir. Elə biz onları azdırıblar. Küfür edirsən. Kimə küfür edirsən? Allah və Rəsuluna. Allah və Rəsul deyir, bu lazımdır, sən deyirsən, lazım deyil. Məiqdir bu fikirdə, bu düşüncədə olan insanlar məiqdir, sapıqdır. İndi o məiqdə nə etmək lazımdır? Uzaq olmaq lazımdır. Üçüncü xüsusiyyətləri, bax, məiq tipində olan insan. Rast gəlirsən, bir 8 il, 10 il bundan qabaq ortaya bir fitnə çıxdı ki, müşrik təşkil eləmək aslı dinləndir, yəni tövhiddən yoxsa yox. Aslı dinləndir, müşriki təşkil eləmək dinin əslindəndir. Dedilər, yox, aslı dindən deyil, cəmaat bir-birindən buna görə ayrıldı və ortaya haqq çıxdı. İnsanların safı bəlli oldu. Ondan bir yana kim olsa da eşitibsə, təzə İslama gələnlər, müşrikin təkfiri asr dinləndi, o müşriki buraxıb. Bir dənə təkfiri yanında saxlayıb ki, təkfir asr dinləndi. Elə bilir ki, kimi təkfir eləsə asr dinləndi. Deyirsən ki, bu filan yerdə bir dənə adam var, İndoneziyada. Mən onu təkfir edəm yoxsa yox, elə deyirsən ki, nəyvə lazımdır, orada, sən burada. Ona görə soruşulmuyor. Deyir, mənim dinimin əslində axı. Elə başa düşür ki, elə təkfirin bütün növləri, hamısı bunun dinin əslindəndir. Bir dənə dayanan kimi bitdi, dinin əsli dağılacaq. Elə başa düşür. Niyə? Məiqdir, axmaqdır, qanmayıb. Başa düşməyib. Və yaxud da başqa bir xüsusiyyətlər, belə bir kibirlər olur, misal üçün. Deyirsən, din, qulaq assa, öyrən, getdi, orada qardaş var, danışır, mən də heç kimə qulaq asmıram. Yalan danışır birinci, qələt edir, heç kimə qulaq asmıram. Mümkün deyil, heç kimə. Ben əsər oldu, namazlardan öyrəndim, kim yuxuda öyrətdilər sənə. Hardan gəlmirsən? Murciaların içərisindən gəlmirsən. Qulaq asmırdın, orada qamətə, o birisinə, bu birisinə. Qulaq asırdın da yalan danışma. Sadəcə kibirlənir. Yəni, ehtiyac yox da, mən heç kimə qulaq asmıram. Mən heç kimə qulaq asmıram. Yalan danışır, qulaq asır. Elələr də var, qulaq asır, öyrənir, sonra belə, yəni, qulaq asığı yeri qoyur bir kənara, ödü bilirmiş kimi o danışır ki, şeydir, bu məsələ belədir. Yəni, mümkün deyil ki, kiməsə qulaq asır da, yəni, ən azından oturub durduğuna qulaq asır, nə bilim, şeytanına qulaq asır, kiməsə qulaq asır. Anda kibirlər deyir ki, mən heç kimə qulaq asmıram. Bu da məiqin sifətlərindəndir. Və yaxud da deyirsən, bu məsələnin hökmü budur, o məsələnin hökmü budur, güvəndə bu yol görsədir də, belə kibirlə deyir ki, get Quran oxu. Yetim Quran nə tərəfdə başa düşsün, Quran
tərcümədir, oradan nə başa düşəcək, o hökmü oradan başa düşməkdən ötürü gələ bir onun nuzul səbəbini biləsən, bir ərəb dilini biləsən, anlayasan, baxasan təfsirində o nə məniyə gəlib. Quran oxu üçün, ged bir dənə tərcümə al 5 manata, oxu, hər şey var orada. Bu da həmən məiqlərin sifətlərindəndir. Bu 4 kişinin 4-cüsü. Nə qədər İslam var bizdə? Sayfı deyə tapsız. Badara gir, rast gələsən, tükana gir, zala gir, küçəyə çıx, ora get, bura get. Hara getsən, görsən ki, dolu dolu. Nə qədər İslam var? Uzaq olmaq lazım deyil insanlardan. Ya tərbiyələndirmək lazım, ya da rədd eləmək lazımdır. Ya zərərli insanlardılar. Kim deyir bunu onlarla necə müamilə eləmək lazımdır? Kitab və sünnət, sələf belə deyir. Bilmir, insan tanımır. Elmlə cahillik ikisini bir-birindən ayırt eləyə bilmir. İmam Şafii deyir ki, rahiməhullah, Əl-ilmu cəhlun ində əhlil cəhl. Elm, cəhalət əhlinin yanında cahillikdir. Elm, cahillərin yanında cahillikdir. Cahil insanlara elmi danışırsan, elə bilir ki, sənə danışdığın şey cəhalətdir. Niyə? Çünki elmlə cahilliyin ikisi bir-birindən ayırt eləyə bilmir. Kəmə ennəl cəhlə cəhlun ində əhlil elm. Ancaq cahillik isə elm əhlinin yanında ilə cahillikdir. Cahillər elmi tanımır. Elm olanlar cahilliyi tanıyır, cahili tanıyır, cəhaləti tanıyır. İmam Şafii rahiməhullah yenə deyir ki, Ərid ənil cahil. Əs-səfih. Səfih, cahildən ərid, üz çevir. Fəkullu mə qalə fəhuvə fihi. O nə danışırsa, elə öz haqqında danışır. Mə darra nəhrul firat, yevmən izə xadə bədəl kiləbu fihi. Deyir ki, Firat çayı içinə 1-2 dənə, 3 dənə it girsə, çıxsa, onsuz da bunlar olmur. Yəni, cahilin elm barəsində, alim barəsində danışdığı boş şeydir. O nə danışırsa, özündən danışır. Səbəb deyir ki, Firat çayının içərisində bir neçə it girsə, çıxsa, onsuz da bunlar olmayacaq. İbn el-Mu'taz Mənsurul Hikəm kitabında deyir ki, Əl-alim yariful cahil. Alim cahili tanıyır. Li'annahu kana cahilən. Çünki alim özünə vaxtı cahil olub. Vəl-cahil la yariful alim. Cahil isə alimi tanımır. Li'annahu ləm yekun alimən. Çünki heç vaxt alim olmayıb. Ona görə tanımır. Əli ibn Əbu Talib radiyallahu anhu deyir ki, La ğina kəl-əqil. Əqil kimi zənginlik yoxdur. Və la fəqrə kəl-cəhil. Cahillik kimi də fəqirlik yoxdur. Və la mirasə kəl-ədəb. Ədəb kimi də miras yoxdur. Yəni, ən yaxşı miras ədəbdir. Və la zəhirə kəl-müşavara. Məşvərət kimi də dəstəkçi yoxdur. Burada cəhaləti deyir ki, ən pis fəqirlikdir. Yenə Əli ibn Əbu Talib radiyallahu anhu deyir ki, Ləv ənə kullə cahil səkətə mə hədəsə fil İsləmi fitnətun. Əgər hər bir cahil sussa, İslamda heç bir fitnə ortaya çıxmaz. Əgər hər bir cahil sussa, İslamda ortaya heç bir fitnə çıxmaz. Bu toplumun içərisində, dəvət sahəsində ortaya fitnələr çıxır. Cahillər çıxardırlar, danışırlar, yozurlar, cahil ağılları ilə, elmləri ilə, qablarında bir şey yox. Biri sağa yozur, biri sola yozur. Nəticə nə olur? Fitnə olur. Niyə? Cahil də o danışmamalıdır bu barədə. Ancaq cahil deyir, yox, mən də danışmalıyam. Cahil deyir ki, mən də danışmalıyam. Danışanda nə baş verir? Cahil danışanda fitnə fəsad olur. Onun üçün Əli ibn Əbu Talib radiyallahu anh deyir ki, Ləv ənə kullə cahil səkətə mə hədətə fil İsləmi fitnətun. Əgər hər bir cahil susmuş olsaydı, İslamda heç bir fitnə olmazdı.